Aha. Nəbit zəhmət olmasa oxu 151-i. Məndə kimyəvi rabitələrin yaranmasında iştirak edən S orbitalların sayı pir orbitalların yaranmasında iştirak edən P orbitalların sayından 2 və çox olan qoşulmuş alkali molekulunda sp3 hibridləşmə vəziyyətində neçə karbon atomu olur? İndi bir dənə sənə sual verim. Qoşulmuş nə deməkdir? Vaqonlar qoşulanda necə olur? Bax, bir dənə o Pardon. sözləri təzədən yazım. Kumulə qonşu idi elə. Kumulə digər adı da əlaqə idi. Yoxsa nə idi uşaqlar kumulənin? Qoşulmuş hansı idi? Kumulə var idi. Konyuqə Konjüqə var. ilə qoşulmuş. Konyuqə. Konyuqa deyil mi? Bir də izolə. Aha. Konyuqə hansı Konjüqə olacaq? qoşulan. Hə, konyuqə nə Qoşulmuş. olacaq? Qoşulmuş olacaq. İndi konyuqədə vəziyyət necə idi? Yəni elə bil mən bunu necə yadda saxlayıram uşaqlar? Komşun olsa bildikdə, izolə də zalint sözünə yadsa, çox uzun vaxt məsafə. Qoşulmuşdu elə bu qatar vaqonları, 2 dənə vaqon birindən qoşulurdu, elə deyilmi? Qoşulur Nəbi? sonra təkrat olur. Aysa. Əlasın. Sonra davamında təşkilatlar Doğru. gedə bilər. Aha, bunu tapdıq. Yaxşı. İndi o dediklərini yuxarıdakılar təhlil edək. Bax, yenə alka deyənlər üçün formulu yazıram. CN Bunun H2 H2. Aha. Bunlarda yenə S-lərin sayı nə qədərdir? pir Nədir? rabitələrin yaranmasında iştirak edirsə 2 deyənə hidrogeni baxır. S-imizin sayı 2-2-dir. P dediyi də P. Tamam. 2 dənə P var deyən 4 olur da. İndi deyir yenə də 2 dəfə çox olur. İnşallah. Yəni mən bunu 2-yə vuranda bu qiymətə Yəni bərabər olur. 5 olur. Yəni M 5-dir. Əgər M 5-dirsə 4-ü burada mütləq iştirak edirsə, biri də burada nədir? Təkdir də, elə deyilmi? İndi deyir SPH, elə deyil, nədir? İndi deyir SPH-lü karbon Bir dənə deyim. bir dənədir. Çünki bu SP2, 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 SP2-dir. Axırda bir dənəsi SP3-dür. Aytən aydın oldu yəqin.